Tərkibində bir damcı belə ət olmasına baxmayaraq, ətdən daha dadlı, daha ləzzətli yalancı dolma reseptini hazırlayırıq. Hazırlamaq üçün göyərtiləri öncədən yudum, daha sonra doğrayıram. Göyərti olaraq 2 dəstə şüyüd, 2 dəstə nanə, 2 dəstə kişnişdən istifadə etdim. Xırda-xırda doğradıqdan sonra soğanı da 4-5 ədəd iri soğanı maşında bu cürə xırda-xırda doğranıb əlavə etdim. 1 stəkan düyü, duz, istot, sarıkök, pul biber və nanə qurusu əlavə etdim. Yağı da əlavə edib qarışdırdım. Daha sonra isə əmən kömənci yarpaqlarından istifadə etdim. Heyva və üzüm yarpaqlarından. Əmən kömənci yarpağının bu qədər ləzzətli olduğunu bilməzdim. Çox dadlı, çox ləzzət verdi bu dolmaya. Mən hər zaman bu dolmanı edərkən yaşıl soğandan istifadə edirdim. Bu dəfə istifadə etmədim, belə daha çox bəyəndim. Mütləq şəkildə siz də bu cür istifadə edə bilərsiniz. Qarışıq yarpağın dolması çox ləzzətli olur. Bunu da bu cürə hazırlayın. Çox bəyənəcəyinizə əminəm. Çox su tökməyə ehtiyac yoxdur. Yarım stəkan su töküb va modda tam bişənə qədər bişiririk. Yüksək xodda və suyu çox olanda o zaman dolmalarımız əzilir. Belə olanda isə nə əzilmir, həm də rəngi də çox gözəl qalır. Siz də bu cür hazırlayıb nuş edə bilərsiniz. Mənə görə dolmanı mütləq şəkildə sarımsaq qatıq və ya qatıqla servis etməliyik. Bəs siz necə sevirsiniz dolmanı? Sizin bölgədə yalancı dolmaya hansı adı verirlər? Yorumlarda, şərhlər hissəsində qeyd edin. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.